Salyan şəhərinin mərkəzində köhnə bazar kimi tanınan Taleh Davudzadə və Hacı Zeynalabdin Tağıyev küçələrinin kəsişməsində yerləşən, yaşı 100 ildən çox olan məscid binası uzun illərdir baxımsız vəziyyətdədir. Bu hal həm yerli sakinləri, həm də tarixçiləri narahat edir. 1914-cü ildə Salyanın zəngin tacirlərindən olan Hacı Səməd Ələkbərov tərəfindən inşa edilən məscid təxminən 400 nəfərin ibadəti üçün nəzərdə tutulub. Möminlər burada bolşevik işğalına qədər ibadətlə məşğul olublar. Tarixi mənbələr göstərir ki, 1920-ci ilə qədər bu bina məscid kimi fəaliyyət göstərib. Sonradan isə binadan müxtəlif məqsədlər üçün istifadə olunub. İkinci Dünya müharibəsi illərində avtomobil təmir emalatxanası, sonralar isə bazar anbarı kimi müxtəlif təyinatlarla istifadə olunan tarixi bina uzun müddətdir qəzalı vəziyyətdədir. Məscidin minarəsi vaxtı ilə 24 metr hündürlüyündə olub. Minarə zamanla sökülərək təxminən 12 metrə qədər endirilib. Qırmızı kərpicdən inşa edilmiş binanın divarları eroziyaya məruz qalıb. Otaqların qapı və pəncərələri ya çıxarılıb, ya da kilidlənib. Daha acınacaqlısı odur ki, tikilinin bəzi otaqları sakinlər tərəfindən ayaqyolu və zibil yığılan yer kimi istifadə olunur. Məscid binasının bu vəziyyətə düşməsi həm şəhər ictimaiyyəti, həm də sakinlər arasında ciddi narahatlıq doğurur.